Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə 7-ci sinif fizika dərsliyindən olan periodik rəqsi hərəkət mövzusu ilə tanış olacağıq. Gəlin başlayaq. Bərabər zaman aralıqlarında təkrarlanan hərəkət periodik hərəkət adlanır. Buna məsəl üçün biz çevrə özü bərabər sürətli hərəkəti göstərə bilərik. Yəni baxın şəkillərdə də yerləncəyin hərəkəti, yəni təkrarlandığından periodik hərəkətdir. Saat kəfkirinin hərəkəti, həmçinin saatın əqrəbinin hərəkəti götürə bilərik. Yerin günəş ətrafında, yerin ay ətrafında hərəkətini götürə bilərik, periodik hərəkət. Rəqsi hərəkət deyəndə hər hansı prosesin zaman keçdikcə təkrarlanmasıdır. Yəni bir hərəkət zaman müddətində təkrarlanırsa, bu zaman biz deyə bilərik ki, belə hərəkət rəqsi hərəkətdir. Baxın, saat kəfkirinin sağa və sola hərəkət etməsi, avtomobilin çalaya düşəndə kuzov yırğalanır. Yəni elə bir ki, sanki titrəmə hərəkət edir yuxarı və aşağıya doğru. Dikiş maşınının da yuxarıya və aşağıya doğru hərəkətini də rəqsi hərəkətə misal göstərə bilərik. Həmçinin baxın şəkillərdə, nümunələrdə yenə də rəqsi hərəkəti görə bilərsiniz. Mexaniki rəqslər mexaniki hərəkətin zaman keçdikcə təkrarlanmasıdır. Baxın, yerləncəyin hərəkəti, rezonatorun hərəkəti, biz bunu keçəcəyik sonra. Bu cür hərəkətlər rəqsi hərəkətlərdir. Mexaniki rəqslər, baxın, yenə də burada hərəkətlər görürsünüz ki, təkrarlanır zaman keçdikcə. Rəqsi hərəkətlər digər hərəkətlərdən ona görə fərqlənir ki, bu hərəkət daim təkrarlanır. Tarazlıq vəziyyətini keçməklə və periodik hərəkət, baş verən periodik hərəkət, periodik rəqsi hərəkət adlanır. Tarazlıq vəziyyəti dedikdə, yəni dayandığı an, yəni hərəkət etmədiyi, sükunətdə olduğu hal nəzərdə tutulur. Yəni onun həmin dayandığı an ətrafında hərəkəti nəzərdə tutulur, periodik rəqsi hərəkət dedikdə. Çevrə üzrə hərəkətlə periodik rəqsi hərəkət arasında müəyyən fərq var. Çevrə üzrə hərəkət etdikdə, məsəl üçün cisim, görürsünüz yəqin ki, burada məsəl üçün birinci şəkildə cisim çevrə üzrə hərəkət edir. Çevrə üzrə hərəkət edən zaman trayektoriyanın müəyyən bir nöqtəsindən yalnız bir dəfə keçir ki, dövr tamamlasın, yəni tam bir rəqs etsin, yəni tam bir hərəkət etsin. Bu zaman baxın D nöqtəsindən bir dəfə keçir, yenə qayıdır D nöqtəsinə və burada hərəkət tamamlanır. Amma rəqsi hərəkətə fikir verirsə, rəqsi hərəkətin tamamlanması üçün, yəni tam rəqs olması üçün həmin nöqtədən 2 dəfə keçir. Baxın, A-dan O-ya, O-dan B-yə, yenidən B-dən O-ya, B-dən O-dan A-ya keçir. Yəni bu hərəkəti bu nöqtədən 2 dəfə keçmiş olur. Bu zaman artıq bu rəqsi hərəkət adlanır. Yəni birinci halda bizim hərəkətimiz çevrə üzrədir. Yəni mütləq əgər çevrə cızırsa, deyə bilərik ki, çevrə üzrə hərəkətdir. Əgər çevrə cızmırsa və bir nöqtədən 2 dəfə keçirsə, bu zaman biz bunu rəqsi hərəkət deyə bilərik. Ümumiyyətlə, mexaniki rəqsin baş verməsi üçün baş verdiyi sistem bizə rəqqas adlanır. Rəqqasın 2 növü var. İpli rəqqas, yaylı rəqqas. İpli rəqqas adından göründüyü kimi ipdən və ondan asılan yükdən ibarətdir. Rəqqasın dayanıqlı tarazlıq vəziyyəti vardır. Yəni dedik ki, hərəkət etmədiyi hal vardır. Bu vəziyyəti biz O hərfinə işarə edirik. Yəni o vəziyyətdə artıq cisim dayanır. İpli rəqqas adətən cismin tarazlıq vəziyyəti ətrafında sağa və sola hərəkəti nəzərdə tutulur. Rəqqas tarazlıq vəziyyətinə ən çox uzaqlaşdığı nöqtə, yəni uzaqlaşdığı nöqtələrə biz kənar vəziyyətlər deyilir. Yəni sağa və sola hərəkəti zamanı hansı nöqtəyə gedib çatırsa, o nöqtələri biz kənar vəziyyətlər deyəcəyik. İpli rəqqasa aid nümunə. Məsəl üçün, yerləncəyin tarazlıq vəziyyəti hansı hərfinə işarə olunur? Biz dedik ki, tarazlıq vəziyyəti dayanmış vəziyyətdir. Burada bizdə S hərfinə işarə olunur. Yəni bu hərəkət S nöqtəsində artıq cisim dayanmış olur. A və E hərfləri yerləncəyin hansı vəziyyətlərini göstərir? A və Y hərfləri bizdə kənar vəziyyətlərini göstərir. Yəni o ətraf, yəni kənar nöqtələri kimi götürülür. Hansı vəziyyətdə uşağın sürəti ən böyük, harda isə kiçik olar? Təbii ki, uşağın sürəti fikir verirsiniz, ən böyük kənarlarda olur. Çünki orada, kənarda yox, mərkəzdə olur tarazlıq vəziyyətini. Çünki orada böyük sürətlə keçir. Kənarda fikir verirsinizsə, bir anlıq elə bir dayanır, tezdən yenə hərəkətini davam etdirir. Belə çıxır ki, ən böyük sürət bizdə tarazlıqdadır. Çünki tarazlıqda böyük sürətlə gəlir, keçir.
Amma kənar vəziyyətində bir anlıq dayandığından orada sürət hətta 0-a bərabər olur və kiçik olur. Yaylı rəqqas dedikdə elastik yay və ondan asılan yük nəzərdə tutulur. Şəkildə də görürsünüz. Elastik yayda cismin hərəkəti, yəni yaylı rəqqasda cismin hərəkəti yuxarı və aşağı hərəkətlərdir və təkrarlanan hərəkətlərdir. Bax, burada da görə bilərsiniz, elastik yay və ondan asılan cisim və ipli rəqqas, ipdən asılan cisim kimi fərqi görə bilərsiniz şəkillərdə. Burada da tarazlıq vəziyyəti dayanmış vəziyyətidir. Biz onu O hərfinə işarə etmişik. Amma kənar vəziyyətləri isə həmin tarazlıq vəziyyətindən hansı tərəfə və hansı nöqtəyə uzaqlaşdığını göstərən vəziyyətdir. Rəqsi hərəkəti xarakterizə edən fiziki kəmiyyətlər mövcuddur. Rəqsi hərəkəti xarakterizə edən fiziki kəmiyyətlərə rəqs amplitudu, rəqs tezliyi, rəqqasın yer dəyişməsi, rəqs periodunu göstərmək olar. Rəqqasın yer dəyişməsi deyəndə onun tarazlıq vəziyyətindən ixtiyari uzaqlaşdığı məsafədir. Yəni, kənara doğru hərəkət etdiyi məsafədir. Bunu götürə bilirik. Rəqs amplitudu deyəndə isə tarazlıq vəziyyətindən maksimum uzaqlaşdığı, yəni maksimum hansı nöqtəyə gedib çatır? Bax, o məsafəyə biz deyəcəyik amplitud. Amplitud maksimum uzaqlaşdığı məsafədir. Amplitud A hərfindən, bəzən də XM hərfindən işarə olunur. Vahidi metrdir, cihazı xəttkeşdir. Rəqqasın bir kənar nöqtədən digər hərəkətə başlayaraq yenidən həmin nöqtəyə qayıtması bir tam rəqsdir. Tutalım ki, baxın, cisim şəkildə görünür. Baxın, birdən başlayıb gedib O-ya, oradan 2-yə, 2-dən O-ya, oradan yenə 1-ə qayıdır. Yəni, birdən gedib 1-ə qayıdırsa, biz artıq deyə bilərik ki, bu zaman bir tam rəqs baş verir. Yəni, yenə bax, 1-dən O-ya, O-dan 2-yə, 2-dən O-ya, O-dan 1-ə, yenə 1-ə qayıdır. Bu zaman bir tam rəqs yaranır. Rəqs periodu bir tam rəqsə sərf olunan zamandır. Yəni, bax, cisim 1-dən O-ya, O-dan 2-yə, 2-dən O-ya, O-dan 1-ə nə qədər vaxt sərf edirsə, yəni bir tam rəqsə nə qədər vaxt sərf edirsə, buna deyirik period. Bir tam rəqs deyəndə 4 dənə amplitud məsafə nəzərdə tutulur, yəni yol nəzərdə tutulur. 4 dənə amplitud qədər məsafə getməlidir. Yəni, baxın, 1-dən O-ya A, 2-dən O-dan 2-yə, yəni 2-ci A, 2-dən O-ya 3-cü A, O-dan 1-ə, yəni 4-cü A şəkildə yazırıq. Ona görə də adətən bir period ərzində gedilən yolu S bərabərdə 4A şəklində yaza bilərik. Əgər rəqqas eyni dəfə rəqs edirsə, yəni bir neçə dəfə rəqs edirsə, bu zaman gedilən yol 4AN şəklində ifadə olunacaq. Burada yenə deyirik, S burada yoldur, A burada amplituddur, böyük N də həmin rəqslərin sayı hesab olunur. Rəqs periodu isə böyük T bərabərdir, kiçik T bölünsün, böyük N şəklində təyin olunur. Burada balaca T zamandır, böyük T perioddur. Hər iki kəmiyyət skalyardır, vahidi saniyədir, cihazı saniyə ölçəndir. Amma böyük N rəqslərin sayıdır, vahidi və cihazı yoxdur. Rəqs tezliyi isə bir saniyədə baş verən rəqslərindir. Yəni, bir saniyədə baxırıq ki, bu neçə dəfə rəqsidir. Bunu biz rəqs tezliyi adlanan kəmiyyətlə ifadə edəcəyik. Rəqs tezliyi bəzən nü hərfinə, bəzən də balaca N hərfinə işarə olunur. Nü bərabərdir N bölünsün T şəklində yazılır. Düsturda böyük N ilə rəqslərin sayı balaca T zaman olub skalyar kəmiyyətdir. Vahidi saniyə, cihazı saniyə ölçəndir. Burada balaca N və yaxud nü hərfi rəqs tezliyi olub, o da skalyar kəmiyyətdir. Onun vahidi 1 bölünsün saniyə və ya saniyə üstü -1 və ya hertz isə deyirlər bəzən. Cihazı isə saniyə ölçəndir. Tezliyin vahidi hertz ilk dəfə onu kəşf edən alimin adı ilə bağlıdır. Düstura əsasən period və tezlik tərs mütənasib kəmiyyətlərdir. Yəni, şəkildə də görə bilərsiniz. Yəni, bu iki düsturdan da biz məsələ həllində istifadə edirik. Yəni, bu o deməkdir ki, əgər bir kəmiyyət artıb azalırsa, digər kəmiyyət həmin qədər, həmin dəfət, belə deyək, azalıb artır, yəni əksinə baş verir. Bu zaman bu kəmiyyətlər tərs mütənasib kəmiyyətlər hesab olunur. Tərs mütənasibliyin qrafikini çəkmiş olsa, bu şəkildə çəkməliyik. Yəni, periodla tezlik tərs mütənasiblik formasında, tərs mütənasibdilər və qrafiki hiperbola formasında təyin olunur. Bu slaydda biz sizinlə period və tezliyin düsturlarını qeyd etmişik.
siz burada periyodun və tezliyin işarəsini, düsturunu və ahini cihazını görə bilərsiniz. Bunu da siz öz dəftərinizdə qeyd edib məsələ həllində asanlıqla istifadə edə bilirsiniz. Gəlin məsələ həllərinə baxaq mövzumuza dair. Bir rəqqasın yükü kənar vəziyyətindən tarazlıq vəziyyətinə qədər 1 metr yolu 2 saniyə qət edir. Bu rəqqasın yükünün 0,5 dəqiqədə getdiyi yolu tapın. Gəlin hesablayaq. Bizə deyilir ki 1 metr yolu 2 saniyə qət edir. Gəlin məsələyə uyğun olaraq verilənləri yazaq. Bizə deyilir ki 1 metr yol bilirik S hərfinə işarə olunur. Yazırıq S bərabərdir 1 metr. 2 saniyə qət edir. Bərabərdir 2 saniyə. Bizdən soruşulur ki yükün 0,5 dəqiqədə 0,5 növbəti zaman verilib. 0,5 dəqiqədə getdiyi yolu tapın. Bizdə yarım dəqiqə 30 saniyə olur. Və bu zaman bizdən soruşulur ki növbəti yolu tapın. Elə bir ki ikinciyə uyğun yolu tapacağıq. S1 olsun, burada T1 olsun. Gəlin məsələnin düsturunu əsasən yolunu düsturu yazaq. Yəni məsələyə uyğun olaraq düsturu yazaq. S bərabərdir bilirik ki hər hansı zaman ərzində gedilən yol 4A N şəklindədir. Və bizdən bizə deyir ki, yük kənar vəziyyətinin tarazlıq vəziyyətinə qədər olan yolu. Biz əslində bunu hesablamadan da tapa bilərik. Gəlin necə tapaq, mən sizə deyim. Əvvəlcə bizdə deyilir ki, cisim kənar vəziyyətindən tarazlıq, kənardan tarazlığa. Elə bil ki, bu tam rəqs etməyib, rəqsi tam etmədiyindən bunun vaxtı 2 saniyə gedib. Yəni bu elə bil ki, rəqsin 1/4 hissəsini gedib. 1/4 hissəsinə 2 saniyə qət etmişdirsə, biz bilirik ki, rəqs 4 dənə A-dan ibarətdir. Amma bir dənə A-nı 2 saniyə gedibsə, onda 4 A-nı bu gedəcək 8 saniyə. Çünki bizdə ümumi baxın, periyodu tapmış olsa, biz artıq 4T şəklində yazacağıq. Çünki hər bir amplitudu getdiyi məsafə, yəni amplitud boyu getdiyi məsafə 2 saniyədirsə, tam rəqsə sərf etmək üçün 4 amplitud getməlidir. 4 amplitudu da biz tapmaq istəyiriksə 4-ü 2-yə vurarıq, 8 saniyə tapmış olarıq. Bizdən soruşur ki, yarım dəqiqədə nə qədər yol gedər? Bunu biz düz mütənasib bir şəkildə yaza bilərik. Məsələ həllini. Əgər bizdə cisim 8 saniyəyə bizim getdiyimiz yol 4 metr olacaq. Çünki bizdə 1 metr yol nəzərdə tutulursa, onda 400 saniyə. Biz buradan periyodu tapdıq. Demək, belə çıxır ki, biz burada yarım dəqiqəyə gedilən yolu tapmaq istəyiriksə, bu şəkildə tapa bilərik. Əgər 1 metr yolu 2 saniyə gedirsə, yarım dəqiqədə getdiyi yolu. Yarım dəqiqə bizdə 30 saniyədir. 30 saniyədə gedilən məsafəni soruşur. Biz burada düz mütənasiblik də qura bilərik. Düz mütənasibliyi əgər qursaq, görərik ki, bizdə alınan məsafə, yəni 32-dən 15 dəfə böyükdürsə, x da 1-dən 15 dəfə böyük olacaq. Bu zaman gedilən yol, yəni bizdə 15 metr olacaq. Çünki 15 metr fərqlənir. Və yaxud biz bunu çarpaz da vura bilərik. 1-ə 30-a vurub 2-yə bölərik. 1-ə 30-a vurub 2-yə bölsək, bu zamanda 15 metr almış olarıq. Bu şəkildə hesabladıq. Yəni biz bunu düstur formasında da gedə bilərik. Sadəcə düsturla getmək biraz vaxt aparır deyə biz bunu məntiqlə götürə bilərik. Çünki 1 metr yol deyəndə burada bir amplitud nəzərdə tutulur. O zaman 2 saniyə gedir. Bizdən soruşur ki, 30 saniyə nə qədər yol gedər? Biz bu zaman düsturla yox, tənasüb yoluna geçsək, çünki düz mütənasiblik burada ödənilir. Yəni zamanla gedilən məsafə, yəni zaman artdıqca məsafə də artır. Zaman artdıqca məsafə artdığından biz burada düz mütənasiblikdən istifadə edib aşağıdakı şəkildə yaza bilərik və bu formada hesablayarıq. Keçək növbəti məsələyə. Bizdən deyilir ki, heylənəcək A kənar vəziyyətindən S vəziyyətinə gəlib və tarazlıq vəziyyətinə qayıtmağa 3 saniyə vaxt sərf edir. Onun rəqs tezliyini tapın. Demək, A-dan S-yə gəlir, sonra B-yə qayıdır. Bu zaman 3 saniyə vaxt sərf edir. Biz bilirik ki, tam rəqsin olması üçün A-dan S-yə, S-dən yenə də A-ya qayıtmalıdır. Bu amma fikir verirsinizsə, rəqsini tamamlamayıb.
Hər bir hissənin bərabər olduğunu nəzərə alsaq, biz görərik ki, hər bir hissəyə 1 saniyə vaxt sərf edib. 2 verdisə, məsələn bu hissəni A-dan B-yə 1 saniyə, B-dən C-yə 1 saniyə, C-dən də B-yə 1 saniyə, yəni 3 saniyə. Onda bizdə belə çıxır ki, bizdəki period 4 saniyədir. Çünki axı 4 amplitud getməlidir tamamlasın rəqsini. Ona görə də burada 4 saniyə yazırıq. Sonra bizdən tezlik soruşur. Tezlik kiçik n hərfinə işarə olunur. Bərabərdir sual. Biz bilirik ki, tezliklə period tərs mütənasib kəmiyyətlərdir. Bu zaman bu düsturdan istifadə etməli. Yəni 1-i 4-ə bölüb tapsaq. Cavab 0,25 Hz olacaq. Yəni biz bu zaman aldığımız cavab 0,25-ə bərabər olacaq. Keçək digər tapşırığa. Digər tapşırıqda deyilir ki, 6 saniyədə 3 rəqs edən ipli rəqqasın yükünün 15 saniyədə getdiyi yol 30 metrdirsə, rəqqasın rəqs amplitudunu və rəqs periodunu tapın. 6 saniyədə 3 dənə rəqs edir. 15 saniyədə getdiyi yolu. 6 saniyədə deyək ki, zaman 6 saniyədir. 3 rəqs edir. Yəni n 3-ə bərabərdir. 15 saniyədə gedilən yol, tutalım ki, getdiyi yol 30 metrdir. Nə vaxt ki 15 saniyə gedib. Saniyə. Bizdə amplitudu soruşur. Bir də periodu soruşur. Rəqs periodunu soruşur. Periodu tapmış olsaq, biz birinci verilənlərdən 6 saniyədə 3 rəqs edən. Biz bilirik period böyük T hərfinə işarə olunur. Böyük T, kiçik T bölünsün böyük N'dir. Bunu yerinə yazsaq, yəni 6-nı yenə 3 qoyub hesablasaq 2 saniyə almış olarıq. Həmçinin bizdən soruşur ki, periodu tapdıq. Keçək amplitudu tapmağa. 15 saniyədə gedilən yolu 30 metrdir. Yəni biz S-in düsturunu yazmış olsaq, yolun düsturunu, biz bilirik S bərabərdir 4A, bir də N'dir. İndi gətirib yerinə qoysaq, S-in yerinə 30 yazarıq. 4, A-nı bilmirik, biz onu silirik, bizdən onu soruşur. N sayı. Axı bizdə görürsünüz ki, 6 saniyədə 3 rəqs edib. 6 saniyədə 3 rəqs edibsə, yəni bizdə 15 saniyədən soruşursa, 15 saniyədə neçə rəqs edər? 6 saniyədə 3 rəqs edən 15 saniyədə adətən onu hesablamaq lazımdır. Gəlin onu öncədən hesablayaq. Növbəti səhifədə hesablayaq sizinlə. Demək, bizə deyilir ki, 6 saniyədə 3 rəqs edir. Bəs 15 saniyədə neçə rəqs edər? Bunu tapmış olsaq, tənasübünü 15-i 3-ə vurub 6-ya bölməliyik. 2 15-i 2-yə bölsə 7,5 alarıq. Demək, biz 15 saniyədə gedilən rəqslərin sayı buna bərabərdir. Hətta biz burada kiçik T-li böyük T-yə də bölə bilərik. Yəni biz burada elə də hesablaya bilərik bu şəkildə. Gətirək rəqəmləri yazaq. Yəni 7,5 yerinə qoysaq. Sonra A-nı taparıq. A-nı tapmış olsaq, yəni amplitudu biz tapmış olsaq, 30-u 4 və 7,5-in hasilinə bölməliyik. Hesablayaq. Cavab eləyəcək 1 metr. Bax burada. Demək, biz bu məsələdə sizinlə periodu tapdıq. Periodu taparkən periodun düsturundan istifadə etdik. Yəni zaman və rəqslərin sayını düsturda qoyub hesabladıq. İkinci halda bizdə amplitud soruşulurdu. Amplitud soruşarkən biz gedilən yolun düsturundan istifadə etdik. Gedilən yolun düsturunda S-i yerinə qoyduq. A-nı bilmədiyimizə görə onu saxladıq. Amma N-i isə biz tənasüb qaydasını hesabladıq. Bildik ki, 6 saniyədə 3 rəqs edirsə, 15 saniyədə təbii ki, daha çox rəqs etməlidir cisim. Bunu da müəyyənləşdirən zaman gördük ki, 15 saniyədə cismin getdiyi rəqs 7,5-dir. Ona görə rəqslərin sayı burada 7,5 qoyduq. Yəni burada əsla 3-ü qoya bilmərik. Çünki 3 ancaq 6 saniyədəki rəqsə aiddir. Amma 15 saniyədə rəqsin yerinə biz 7,5 qoymalıyıq. Zaman biz amplitudu hesablamış olduq.
Demək, məsələ bu qədər. Keçək növbəti məsələyə. O nöqtəsindən iki kənar nöqtəsinə, sonra bir kənar nöqtəsinə gələn rəqqas 1,5 saniyə vaxt sərf edir. Baxın, cisim O-dan 2-yə gedir, sonra 2-dən 1-ə gedir. Yenə də rəqsini tamamlamır. 2 versəniz bu zaman 3 dənə amplitud gedir. O-dan 2-yə 1 amplitud, 2-dən O-ya 2-ci amplitud, O-dan 1-ə isə 3-cü amplitud qədər rəqs hərəkət edir və 1,5 saniyə vaxt sərf edir. Onun periodunu, tezliyini və 20 saniyə ərzində neçə rəqs etdiyini təyin edir. Demək, bizdə rəqs tamamlamayıb və hər bir aralıqda zamanlar eyni olduğu üçün biz deyə bilərik ki, hər bir aralığa 0,5 saniyə vaxt sərf edir. 2 versəniz. Çünki 1,5 saniyədir. 3 dənə amplitud gedibsə, bu zaman deyə bilərik ki, hər bir aralıqda 0,5 saniyə vaxt sərf edib. Amma biz nəzərə alsaq ki, bizdə məsələmizdə tam rəqsin olması üçün 4 dənə amplitud getməlidir. Yəni 4 dənə amplitud nə deməkdir? 4 dənə amplitud o deməkdir ki, bizdə period 4 dənə balaca t-yə bərabər oldu. Yəni burada balaca t hər aralıqdakı olan zamandır. Hər aralıqdakı zaman 0,5 olduğundan biz burada taparıq ki, 4-ü 0,5-ə vurub 2 saniyə şəklində yaza bilərik. Tezliyi tapmış olsaq, tezliyi bilirik ki, periodun tərsidir. Ona görə də 2-də 1 yazırıq və yaxud 0,5 yaza bilərik. Saniyə üstü mənfi 1. Sonra bizdən 20 saniyədə neçə rəqs etdiyini soruşur. Bunu biz müəyyənləşdirə bilərik. Əgər biz deyiriksə 1,5 saniyə ərzində 3 dənə rəqs. Əgər biz deyə bilirik ki, 2 saniyə ərzində 1 rəqs edibsə, biz deyirik ki, 2 saniyədə 1 rəqs edir. Çünki 1 tam rəqs edir. Bizdən soruşur ki, 20 saniyədə neçə rəqs edər? 20 saniyədə x qəbul edirik və bilirik ki, bu düz mütənasiblikdə tənasüb qaydasına görə götürsək, əgər 2 saniyədə 1 rəqs edirsə, 20 saniyədə ondan 10 qat daha çox rəqs edəcək. Yəni 10 rəqs edəcək. Burada bizdə 10 rəqslərin sayıdır. Çünki burada 22-dən 10 dəfə böyükdür. X də 1-dən 10 dəfə böyük olmalıdır. Keçək digər tapşırığa. Şəkildə təsvir olunmuş hərəkətlərdən hansı periodik rəqs hərəkətdir? Əslində bu hərəkətlərin hər biri periodik rəqs hərəkətdir. Siz görə bilərsiniz. Çünki təkrarlanır. Zaman keçdikcə hər biri təkrarlanır. Sadəcə hərəkətin trayektoriyasına fikir versək, görə bilərik ki, biri çevrə üzrə hərəkətə aiddir. Digəri isə daha çox rəqsi hərəkətə aiddir. Çünki çevrə üzrə hərəkət zamanı dedik ki, cisim bir nöqtədən bir dəfə keçir. Amma rəqsi hərəkətdə cisim müəyyən bir nöqtədən 2 dəfə keçmiş olur. Amma hər ikisi təkrarlandığından deyə bilərik ki, hər ikisi periodu rəqsi hərəkət hesab olunur. Şəkildə bizə rəqs periodu, yerləncəkdə yerlənən uşağın rəqs periodu verilmişdir 4 saniyə. Yerləncəyin hərəkətinin periodik qəbul edərək onun rəqs tezliyini və 3 dəqiqə ərzində neçə dəfə rəqs etdiyini hesablayaq. Period dediyimiz zaman bir tam rəqs nəzərdə tutulur. Yəni cisim tarazlıq vəziyyətindən çıxıb yenidən tarazlıq vəziyyətinə qayıdır. Əvvəlcə kənar vəziyyətlərinə gedib, yəni tarazlıq vəziyyətinə qayıdır. Ona görə də yazsaq, period bərabərdir 4 saniyə, yəni t bərabərdir 4 saniyə. Sonra bizə zaman verilib 3 dəqiqə. 3 dəqiqəni mütləq şəkildə biz saniyə çevirsək, 180 saniyədir. Say bizdən soruşur neçə dəfə rəqs etdiyini, hətta tezliyi də bizdən soruşur. Biz bilirik, ümumiyyətlə tezliklə period tərs mütənasibdir. Yəni tezliyi tapsaq, periodu tərsini hesablamalıyıq. 1/4, o da bərabər olacaq 0,25 saniyə üstü mənfi 1. Yenə də bizdən sonra 3 dəqiqə ərzində neçə dəfə rəqs edib. Yəni biz bilirik ki, 4 saniyə ərzində period əgər 4 saniyədirsə, bu 1 dəfə rəqs edib. Yəni bu bir tam dövr etmişdir. Bunu yenə tənasib şəklində yaza bilərik. Yazarıq ki, 4 saniyə ərzində cisim bir rəqs edib. Bizdən soruşur ki, 180 saniyədə neçə rəqs edər? Burada enli tapmalıyıq. 184-dən 45 dəfə böyükdür. O zaman x də 1-dən 45 olduğuna görə cavab eləyəcək
45. Yəni rəqslərin sayının vahidi olmadığından 45-i olduğu kimi saxlayırıq. Keçək digər tapşırığa. Periyodik rəqsi hərəkət edir. Periyodik rəqsi hərəkət edir, ancaq rəqs hərəkət etmir. Bunlardan bəziləri periyodik hərəkətə aiddir. Əksəriyyəti, əslində hamısı periyodik rəqsi hərəkətdir. Amma eləsi var içində ki, periyodik hərəkət olmağına baxmayaraq rəqsi hərəkət deyil. Baxın, saat əqrəbinin hərəkəti. Saat əqrəbinin hərəkəti periyodik hərəkətdir. Lakin rəqsi hərəkət deyil. Çünki burada cisim bir nöqtədən bir dəfə keçir ona görə. Ona görə A-nı bura götürürük. Saat kəpkininin hərəkəti rəqsi hərəkətdir. Periyodik rəqsi hərəkətdir. Bizdə əslində A-nı biz ikinciyə götürməliydik. Səhv etdik. Əslində. Biz burada A-nı ikinciyə götürməliydik. Çünki bizdə hərəkət rəqsi hərəkət deyil. Sadəcə periyodik hərəkətdir. İkinci, amma B variantında sağ kəpkinin sağa və sola hərəkəti rəqsi hərəkətdir. Həm də periyodik hərəkətdir. Ona görə B-ni onu götürürük. C variantında cismin hərəkəti periyodikdir. Lakin rəqsi hərəkət deyil. Çünki trayektoriyasına fikir versəz, çevrə üzrə hərəkət edir. Ona görə də C-ni ikinciyə götürürük. D variantında isə yaylı rəqqasın hərəkətidir. Yaylı rəqqas yuxarı və aşağı hərəkət edir. Bu zaman onun hərəkəti periyodik rəqsi hərəkət hesab olunur. Və bu tapşırığı şifahi tapşırıqdır, sizinlə etdik. Keçək növbəti tapşırığa. Növbəti tapşırıqda cisim deyir ki, bir vəziyyətindən iki kənar vəziyyətinə 0,5 saniyə ərzində gəlir və tarazlıq vəziyyətindən bir vəziyyətindən gəlməyə sərf etdiyi zamanı periyodu və tezliyi tapın. Baxın, fikir versəz, 1-dən 2-yə gəlir. 1-dən 2-yə gələrkən bu 2 dənə amplitud gedir. Yəni 2 dənə amplitud gedər zaman bu 0,2 saniyə vaxt sərf edir. Bizdən də soruşulur ki, və nəzərə alsaq ki, hər bir amplitudda eyni qədər vaxt sərf edir. Bu zaman bir amplitudda bizim sərf etdiyimiz vaxt bizdə olacaq 0,1 saniyə. Yəni bizdə O-dan 1-ə, yəni tarazlıqdan 1-ə gəlməsi üçün biz bunu zamanı 0,1 saniyə götürəcəyik. Yəni hər bir amplitud üçün bu 0,1 saniyə vaxt sərf edir ki, bu məsafəni qət etsin. Həmçinin bizdən soruşur periyodu tapın. Periyod tapmaq üçün periyod hər bir amplitudda, yəni biz bilirik ki, periyodun baş verməsi üçün bir tam rəqs etməlidir. Bir tam rəqs edən zaman 4 dənə amplitud gedir. Bu zaman bizim periyodumuz 4 dənə t-yə bərabər olacaq. O da olacaq 0,4 saniyə. Tezlik də soruşan zaman, tezlik bilirik ki, periyodun tərsidir. Yəni biz 1-i 0,4-ə bölməliyik. Eləyəcək 2,5 saniyə üstü mənfi 1. Bu şəkildə hesablamış olduq. Demək, biz bu məsələdə sizinlə yenə də ilk növbədə hər hansı bir, yəni tarazlıqdan 1-ə gedən məsafəni bir amplitud olduğunu bilərək zamanı hesabladıq. Zamana uyğun olaraq periyodu hesabladıq. Periyoda da uyğun olaraq tezliyi hesabladıq. Növbəti tapşırıqda bizə deyilir ki, rəqqasın müəyyən müddətdə etdiyi rəqslərin sayının rəqs amplituduna hasili 30 metr. Demək, bizdə deyilir ki, rəqslərin sayının rəqs amplituduna hasili 30-a bərabərdir, 30 metrdir. Bizdə deyir ki, onu bu müddətdə qət etdiyi yolu tapın. Yəni bizdən S-i soruşur. Yəni yolu soruşur. Biz bilirik S bərabərdir 4AN-dir. 4AN-dir. Amma bizə AN verilib, yəni A vur N-in hasili verilibsə, biz yazacağıq 4 vurulsun 30, 120 metr. Bu şəkildə yazılır. Demək, bu məsələ əslində bizdə sadə məsələ oldu. Sadəcə bizdə vacib idi ki, düsturu bilək və düsturu əsasən verilənləri yerinə qoyub hesablayaq. Keçək digər tapşırığa. Digər tapşırıqda bizə deyilir ki, müəyyən müddətdə rəqqasın müəyyən müddətdə getdiyi yolun amplituda nisbəti. Yəni biz S-i A-ya bölsək 32 alarıq. Bizdən soruşur rəqslərin sayını tapın. N bərabərdir son. Biz bilirik ki, S bərabərdir 4A N-dir say baxımdan.
və bizdə eni soruşan zaman biz bilirik ki, S-i 4A-ya bölməliyik. S-i 4A-ya bölən zaman bizə S bölünsün A-nı verir. Fikir versəz, deyə bilərik ki, S bölünsün A verilir. Bax, bu sizə bizə verilib əslində. Ona görə də biz burada S bölünsün A-nı yeni 32 yazarıq. 4-ə dəymərik, 4 məxrəcdə qalsaq, bu zaman aldığımız cavab 8 olacaq. Bu məsələni də həll etdik. Keçək digər tapşırığa. Digər tapşırıqda şifahi tapşırıqdır. Bizə deyilir ki, Eyl-Venn diaqramda uyğun vəzləri seçin. Birinciyi oxuyuruq. Rəqsin yükünün getdiyi yolu tapmaq üçün istifadə olunur. Yolu taparkən biz istifadə edirik amplituddan, həm də saydan. Çünki biz bilirik ki, S bərabərdir 4A vurulsun N'dir. Ona görə də buna hər ikisinə aid edəcək. Çünki biz yolu taparkən həm amplituddan istifadə edirik, həm də saydan. Biri buraya yazırıq. Rəqs tezliyinin sərf olunan zamana hasil. Tezlikdən, zamandan danışırsa biz bunu saylara aid edəcəyik. Çünki ümumiyyətlə rəqs tezliyinin düsturu bilirik ki, böyük N bölünsün T'dir. Əgər biz böyük N'i taparkən, yəni sayı taparkən balaca N'i T'yə vurmalıyıq. Yəni tezliyi zamana vurmalıyıq. Ona görə də bunu 2-ni buraya yazırıq. Cismin tarazlıq vəziyyətindən uzaqlaşdığı ən böyük məsafədir. Bunu amplitud kimi qəbul edirik. Çünki ən böyük məsafə amplitud kimi götürülür. Vahidi yoxdur. Biz bilirik, rəqslərin sayının vahidi yoxdur. Çünki sayarkən heç bir vahiddən istifadə etmirik. 4-ü buraya yazırıq. Vahidi metrdir. BC-də vahidi metr olansa amplitud olduğuna görə 5-də bu C-yə yazırıq. Bax, tapşırığı işlədik. Keçək digər tapşırığa. Yenə də burada Eyl-Venn diaqramı verilib. Tarazı vəziyyətindən keçməklə baş verən hərəkətdir. Tarazı vəziyyətindən keçməklə baş verən hərəkət biz bilirik ki, bizdə rəqsi hərəkətdir. Rəqsi hərəkəti yadınıza salsaz görərsiniz ki, orada tarazlıq vəziyyətindən mütləq şəkildə keçirdi cisim. Amma ətrafında təkrarlanan hərəkət isə, yəni tarazlıq vəziyyəti ətrafında təkrarlanan hərəkət isə bizdə çevrə üzrə hərəkət hesab olunur. Yine buraya yazırıq. Bir tam dövr etdikdə trayektoriyayı hər bir bir dəfə keçir. Əgər trayektoriyanı bir dəfə keçirsə, həmin nöqtədən bunu çevrəyə aid edirik. Əgər 2 dəfə keçirsə, periodik rəqsi hərəkətdir. Müəyyən zaman aralarında təkrarlanan hər ikisi periodik hərəkətdir, görürsünüz. Periodik hərəkət təkrarlanan hərəkət olduğundan biz 5-i ortaya aid edəcəyik. Keçək digər tapşırığa. Digər tapşırıqda bizə nə deyilir? Bizə amplitud verilib. Amplitudu yazaq. Demək, rəqs amplitudu bizə deyilir ki, 2 metrdir. Zaman verilib. T bərabərdir 2 dəqiqə. Bunu mütləq şəkildə saniyə çevirsə 120 saniyədir. 48 rəqs verib. 2 saniyə ərzində deyir, cisim 48 rəqsidir. 48. Bizdən soruşulur, 120 saniyə ərzində gedilən yolu tapmalıyıq. S-i tapmalıyıq. Biz bilirik ki, yolun düsturuna əsasən S bərabərdir 4A və N'dir. Biz baxanda görürük ki, bizə A-nı verir, amma bizə N-i vermədiyindən biz yolu hesablaya bilmərik. Bizə deyilir ki, məsələn, 2 dəqiqə ərzində 48 rəqsidir. İndi biz burada bilməliyik ki, 120 saniyə ərzində nə qədər yol gedir, nə qədər rəqs edir ki, biz onun yolunu hesablayaq. Demək, bizə deyilir ki, məsələn, şərtində 2 dəqiqə ərzində 48 rəqsidir. 2 dəqiqə, yəni 120 saniyədə 48 rəqsidir. Bizə lazımdır 120 saniyə ərzində gedilən yol. 2 dəqiqə əslində bizə 120 saniyədir. Yəni 120 saniyədə 48 rəqs edirsə, biz onda verilənləri qoyub yerinə hesablaya bilərik. Gəlin qoyaq 4, A-nı 2. Çünki 2 dəqiqə ilə 120 saniyədir. Yəni 2 dəqiqədə 48 rəqs edən 120 saniyədə 48 rəqs edəcək. Onda bu zaman rəqəmlərini yerinə qoyub hesablayırıq. Cavabı hesablayaq. 4-ü vururuq 2-yə, vururuq 48. Bu da 384 metr edəcək. 384 metr.
Demək, cavabı hesabladıq. Digər tapşırığa. Periyodu rəqsi hərəkət edən rəqqasın bir periyod ərzində getdiyi yol 6 metrdir. Onun rəqs amplitudunu hesablayın. Bizə verilib ki, bir periyod ərzində gedilən yol 6 metrdir. Amplitudu soruşur. Biz bilirik ki, bir periyod ərzində gedilən yol S bərabərdir 4A-dır. Çünki bir periyod ərzində rəqslərin sayı 1-ə bərabər olduğundan burada eni yenə 1 yazırıq. A-nı tapmış olsaq, biz burada S-i 4-ə bölməliyik. Yəni 6-nı 4-ə bölsək, cavab edəcək 1,5 metr. Demək, amplitud 1,5 bərabər oldu. Növbəti məsələdə bizə deyilir ki, Bakıda dənizkənarı Milli Parkda yerləşən şeytar çarxın diametri 20 metrdir və bu çarx 30 dəqiqədə bir tam dövr edir, pi-ni 3 qəbul edir. Bizdən soruşulur. Demək, diametri verilibsə 60 metr. Biz bunun radiusunu yaza bilərik ki, radiusu 30 metrdir. Çünki radius diametrin yarısıdır. 30 metr. Və bu çarx 30 dəqiqədə bir tam dövr edir. 30 dəqiqədə bizim üçün burada hələ zaman periyod olacaq. 30 dəqiqəni, yəni 30-60 şəklində yaza bilərik. Pi-ni 3 yazıb bizim üçün. Pi bərabərdir 3 götürürük. Bizdən soruşur, dövrətmə periyodunun yarısına bərabər müddətdə gedilən yol. Dövrətmə periyodunun yarısına. Yəni ki, bizdə tam dövr etməyib, periyodun yarısında gedilən yolu tapırıq. Gəlin gedilən yolu hesablayaq. Bu zaman hansı müddətdə gedilən yolu hesablayaq. Əgər nəzərə alsaq ki, bir periyodda gedilən yol bizə çevrənin uzunluğu olacaq. Onda yarı periyodda getdiyi yol çevrənin uzunluğunun yarısı olacaq. Bu zaman belə hesablaya bilərik. Yəni L bərabərdir pi-r şəklində yazarıq gedilən yolu. Çünki çevrənin uzunluğunun yarısı qəbul olunacaq. Bu zaman 30-u 3-ə vururuq. 90 metr. Bu bizdə A variantı oldu. Periyodun yarısına bərabər olan müddətdə hansı yüksəkliyə qalxdığını müəyyən edin. Yarısı müddətində biz bilirik ki, maksimum yüksəkliyə qalxacaq. Bu zaman maksimum yüksəkliyə qalxan zaman bunun hündürlüyü 2 radiusa, yəni diametrə bərabər olacaq. Onun görə B variantında diametr, yəni 2R-ə bərabər olacaq. Bunu da 60 metr verilmişdi. C variantında bizdə sürətini soruşur. Gəlin sürətini hesablayaq. Biz bilirik ki, sürət V bərabərdir 2 pi r bölünsün T şəklində təyin olunur. Qiymətlərini qoysaq 2 pi-ni yenə 3 qoyuruq. Radiusu bizə bayaq yazdıq 30 metrdir. Gətirib burada 30 yazırıq. Periyod bizə verilmişdi 30 dəqiqə, yəni 30 vurulsun 60 şəklində yazmışdıq. Hesablayaq. İxtisar etsək, bu zaman yuxarıda 6-60 məxrəcdə, bu zaman 10-da 1 qalar. Bunu da bu şəkildə yazarıq. Sürətin vahidi metr bölünsün saniyə bərabər olur. Demək, biz bu məsələdə sizinlə periyodu ərzində, yarım periyod ərzində gedilən yol, yarı periyodda biz çevrə tam getmir, elə bir uzunluğunun yarısı qədər gedir. Onun ki, L bərabərdir pi-r kimi şey hesabladıq. Yarı periyodda cisim maksimum hündürlükdə olur. Bu zaman onun hündürlüyü diametrə və yaxud 2 radiusa bərabər olur. Sürəti də aşağıdakı düsturla hesabladıq. Və biz sizinlə bu dərsimizdə hesablayan zaman sizinlə bəzi periyodu rəqsi hərəkət mövzusuna tanış olduq. Yəni biz öyrəndik ki, rəqsi hərəkət deyəndə nə nəzərdə tutulur və hətta öyrəndik ki, çevrə üzrə hərəkət də periyodik hərəkətlər siyahısına daxildir. Rəqsi hərəkətlə periyodik rəqsi hərəkətin fərqini öyrəndik sizinlə və rəqsi hərəkəti yaradan rəqqaslarla tanış olduq. Rəqqaslara aid, ipli rəqqasa və yaylı rəqqasa aid bəzi nümunələrə baxdıq sizinlə və onlar arasında fərqi müəyyənləşdirdik. Həmçinin rəqsi hərəkəti xarakterizə edən fiziki kəmiyyətlərlə də tanış olduq. Onların hər biri ilə düsturları və ifadələri ilə tanış olduq. Həmçinin bu mövzuya aid bir sıra tapşırıqları da sizinlə birlikdə həll etdik. Demək, dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.